məqsədim xüsusi münasibətimiz var bizim xalqımızın. Biraz mahnı bizim həssas yerimizdir. Ona görə bəlkə bizim ruhumuza təsir göstərsin. Bəlkə bizi islah eləsin, dəyişsin. Yoxsa burada qulaq asır mənə, dayı da əsəbləşir yoldaşının əlindən. Danışır, əsəbləşir, gedir dava salır evdə. Mənim məqsədim ailələri dağıtmaq deyil burada. Ki, getsinlər, dalaşsınlar bir-birinə. Mən burada danışmıram, sən qızışasan, gedib düşəsən, cəmaatın üstünə ki, sən görürsən, bağ falan. Mən məqsədim bu deyil danışmaq. Ya ata, ana, ya övladlar burada əsəbləşsin ata-anasının əlindən ki, mənə düz tərbiyə verməmişsiniz, geçsin evdə dava salsın. Mən burada xütbə eləmirəm, cəmaatın evinə dava salın. Mənim bir xahişim var sizdən ki, burada eşitdiyini hamı özünə götürsün, özünə aid eləsin. Onda işlər düzələr. Hamı özünə aid eləsin, özü ilə məşğul olsun. Özünə götürsün sözü. Ayətullah Behcətin barəsində mən oxuşam. Deyir, kəbin oxuyanda alimlər nəsihət eləyir. Deyir, nəsihət eləyəndə deyirdi ki, kişiyə danışacağım, qadın qulağını tutsun. Qadına danışacağım, qıza kişi qulağını tutsun. Məqsəd bu qulağı tutmaqdan getmir. Yəni, sənə aid deyil. Sən öz vəzifələr və əməl elə. Sən demə, gördün nə dedi? Özüvə denən gördün nə dedi? Özüvə denən. Bu gördün nə dedi? Onu hamı özünə desə işlər düzələr. Başqasının vəzifəsini tez müəyyən eləyə bilirik. Sən özüvə denən ki, gördün nə dedi? Özünlə məşğul ol. Ya yanındakılar səni görüb düzələcək, sən düzəlməyin nəticəsində. Ya düzəlməyəcəksə də. Sən daha da islah olacaqsan onlara dözməklə. Hər iki halda sən udursan. Sən özünü düzəlt, o da sənə baxıb düzələcək. Düzəlməyəcəksə, 90% düzələcək. Düzəlməyəcəksə, yenə də sən onun eyiblərinə səbr eləməklə daha da yaxşı olacaqsan. 90% amma biz özümüzü düzəldəndə ailəmiz də düzəlir. 90% hallarda belədir. İstisnalar var. Məsələn, Nuhun oğlu istisnadır.